Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Son günlər iri buynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi istər ətin, istərsə də ağartı məhsulların qiymətinə təsirsiz ötüşməyib. Xəstəliklə bağlı ət və süd məhsullarına diqqətin azalması qiymətlərin ucuzlaşmasına səbəb olur. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, bölgələrdə satıcıların sözlərinə görə ətin qiymətində 2 manata qədər ucuzlaşma var. Əvvəl 17 manata satılan ət indi 14-15 manata veririk. Bəzən ət qalıb xarab olmasın deyə daha ucuz da verə bilirik. Maraqlısı odur ki, bölgələrdə ət ucuzlaşsa da paytaxt bazarlarında qiymət dəyişikliyi yoxdur. Qəssablar ətin ucuzlaşmasını gözləmirlər. Alıcı sayı zəifdir, insanlar yəqin ki xəstəlikdən qorxurlar. Amma ucuzlaşma yoxdur. Mövzu ilə bağlı aktadan bildirildi ki, daxil olan şikayətlərə görə mütəmadi yoxlamalar həyata keçirilir.